Quran duaları haqqında danışırdıq. Qeyd elədik ki, Quranda Rəbbənə ilə gələn dualar var. Yəni, ey bizim Rəbbimiz, belə başlayan dualar var. Onların bəzisini biz qunutda oxumağımız yaxşıdır. Bəziləri var ki, onlar oxunmur, çünki onlar hamıya aid deyil. Xüsusi bir dəstənin dilindən edilən dualardır. O dualardan birini sizə tərcümə eləmək istəyirəm. Bu, cəhənnəm əhlinin duasıdır. Cəhənnəm əhlinin münacatıdır ki, ən pis vəziyyətdə adamlar bu duanı eləyir. Yəni, müqəddəratı həll olub, insan cəhənnəmə daxil olub və cəhənnəmdə Allahı çağırır. Cəhənnəmdə münacat edir. Quran bunu təsvir edir bizim üçün ki, cəhənnəm əhli bu duanı edəcəklər cəhənnəmə yerləşdikdən sonra. Adam oxuyanda, baxanda ürəyi əsir. Ürəyi əsir ki, Allah eləməsin, adam bu vəziyyətə qalsın, bu günə qalsın ki, bax, belə bir aqibətlə üzləşsin. Buyurur, فَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذ۪ينَ خَسِرُوا أَنْفُسَهُمْ Buyurur ki, kimin ki tərəzisi yüngül gəldi, yaxşı işi pis işindən az oldu, pis işi daha ağır gəldi, günahları. O adamlar fi cəhənnəmə xalidun, onlar cəhənnəmdə olacaq, orada qalacaqlar. İndi ki, bunlar yerləşdirdilər cəhənnəmə. Allah oranı görməyi bizə qismət eləməsin. Allah hamımızı cəhənnəm odundan xilas eləsin inşallah. Allah hamımızın əzaba səbəb olan əməllərimizi bağışlasın inşallah. Buyurur ki, elə ki, cəhənnəmə daxil oldular, cəhənnəm əhli orada münacat edir, Allahı çağırır. Qalu, Rabbena, qələbət aleyna şiqvətuna. Deyirlər ki, ilahi, bədbəxtçiliyimiz bizə qələbə çaldı. Biz özümüzü bədbəxt elədik. Və kunna qavmən zallin. Biz azğın qövmündən olduq, azğın adamlardan olduq. İlahi, bədbəxtçiliyimiz, əməllərimizin bədbəxtçiliyi bizə qələbə çaldı. Və biz bugün azğın qövmündən olduq. Rabbena, əxricna minha. Fəin hudna, fəinna zalimun. Buyurur ki, ilahi, bizi ərz edirlər ki, Allaha deyirlər ki, ilahi, biz zalim qövmdən idik, azğın qövmdən idik və bizi buradan azad elə, çıxart bizi cəhənnəmdən, çıxart buradan. Bizi əgər yenidən dünyaya qaytarsan, biz düzələrik. İndi bilmədik bu zülümləri elədik, bilmədik, anlamadıq, başa düşmədik. Yenidən qaytar, gedək düzələk. Gedək, yenidən qaytar, gedək islah olaq. Hamısı bu fəryad eləyəcək. Cəhənnəm əhlinin duasıdır bu. İlahi, bizi buradan qutar. Biz bədbəxt elədik, özümüzü bədbəxt elədik. Azğınlardan olduq. İndi ümid sənə qalıb, bizi buradan çıxart. Təəssüf ki, bunların duasının cavabı mənfidir. Allah eşitmək istəmir bunların səsini. Ağır cavab verir. Ağır cavab verir. Adam bu cavabı eşidəndə yeri var ki, canı bədənindən çıxsın. O qədər ağır cavabdır. Qalə əxsəu fiha və la tukəllimun. Allahdan cavab gələr ki, qalın orada və səssüz çıxmasın da. Heç danışmayın. Səssüz də çıxmasın, səssüz gəlməsin. Bu çox ağır cavabdır. Ərhəmər rahimin olan Allahın cavabıdır. Uşağa anasından rəhimli, ananın uşağa rəhimli olmasından bəndələrinə daha rəhimli olan Allahın cavabıdır. Çünki bu insanlar özlərinə yolu bağlayıblar. Qalın orada və daha danışmayın. Doğrudan da mən bunu bir neçə dəfə sizə danışmışam. Allahın bu qədər rəhməti, Allahın rəhmətini nə bilim, insan gerək başa düşsün özü, heç kəs sizə çatdıra bilməz. Allah başdan başa rəhmətdir, ancaq rəhmətdir. Hər şey rəhmətdir. Bu rəhmətin müqabilində biri cəhənnəmə gedirsə, bunun nizahı nədir? Bunun nizahı budur ki, bu çox pis adamdır. Pis yox, olduqca pis. Yəni, çox alçaq adamdır ki, alçaqdan da alçaq adamdır ki, gedib axırda oraya düşüb. Elə bilməyim, 5 günah, 10 günah, 100 günahla keçən dəfələrdə dedim, adam cəhənnəmə gedir. Hətta 100 günahla belə də cürət eləyib deyirəm. Elə bilməyin, insan özünü nə günə qoysun ki, nə hala qoysun ki, getsin ora düşsün ki, rəhman Allahdan, rəhimli Allahdan rədd cavab alsın. Rədd cavabı bilirsiniz bu anlamda da o mənada deyil ki, Allah onu çıxartmır. Bu qabiliyyəti yoxdur oradan çıxsın.
Başa düşürsünüz? Bacarığı yoxdur. Bunun ləyaqəti yoxdur. Bu öz ruhunun bütün fəzilətlər olan yollarını bağlayıb, həbs eləyib ruhunu. Bu buraxırlar, mən oxumuşam, alimlərdən biri deyir ki, cənnətə yol belə olacaq ki, cəmaata deyəcəklər, gəlin, hamınız gəlin. Hamını dəvət edəcəklər cənnətə. Gələcək, büdrüyüb yıxılacaqlar bir qismi. Yoxsa deməyəcəklər, sən get cəhənnəmə. Yoxdur, istedad yoxdur. Ömrü bərbad eləyib. Bütün fəzilətlərə açılan qapıları bağlayıb. İstedad yoxdur, gedə bilmir. Rədd cavabı bunun ifadəsidir ki, yəni artıq sənə əlac yoxdur. Sən danışma, danışığın da faydası yoxdur. Biz də gedək, Allahı çağıraq. Bir halda ki, özü dili ilə deyir, məni çağırın. Ədəbli adam bu dəvətə cavab olaraq Allaha dua eləməlidir. Dua ədəb göstəricisidir. İnsan oturur, özü duada xüsusi oturmaq ədəbi var. Yaxşı olar ki, təşəhhüd halında oturduğumuz kimi dua eləyək, əlimizi qaldıraq Allahın dərgahına. Dua özü bəndəliyin ədəbidir, ədəbinin ifadəsidir. Bu dualardan ən mühümlərindən biri bilirsansı duadır. O dua ki, biz onu sadə hesab edirik. Hər dəfə indi məsələn məsciddən çıxanda deyir, Allah qəbul eləsin, Allah qəbul eləsin. Biri həcdən gəlir, deyir, Allah qəbul eləsin. Ramazan ayında oruç tuturuq, axşam deyir, Allah oruc namazı qəbul eləsin. O qədər tez-tez deyirik ki, duanın əhəmiyyəti bizim üçün itir. Elə bilirik ki, sadə bir şeydir. Amma bu duanın önəmi çox böyükdür. Allah bir adamın əməlini qəbul elədirsə, o xoşbəxtdir. Xoşbəxt oldu artıq. Ömründə nə qədər namaz qılmısan, 2 rükət namazın qəbul olunması kifayətdir sənin xoşbəxtliyin üçün. Əleyhissalam buyurur ki, əməllər o qədər gedir qayıdır ki, cəmaat görsə həvəsdən düşər. Qəbulu çox önəmlidir. Olduqca önəmli duadır. Biz nə qədər əməl eləmişik indiyəcən? Yadımızdan çıxıb. Neçə rükət namaz qılmışıq, nə qədər oruç tutmuşuq, xüsusən yaşlı adamlar. İndi biz nə bilək ki, nə qədəsi qəbuldur, bilmirik. Amma mən deyirəm, az hissəsi qəbul olur. Az hissəsi. Əməli qəbul etdirmək asan məsələ deyil. Çox mühüm məsələdir. Əməllərin icrası bir şeydir, qəbul olunması başqa bir şey. Əməldən sonra İnsan yaxşıdır ki, hər əməl eləyəndən sonra əlini Allahın dərgahına uzatsın, desin ki, ilahi, qəbul elə bu əməli. Bu çox mühüm məsələdir. Bu, təvazökarlıq əlamətidir. Bir insanın təvazökarlığın əlamətidir. Ən qorxulu xəstəliyi bilirsən hansıdır? Şeytan deyir ki, bir saçan adama hakim oluram. Sizcə nə zaman? Biz elə bilirik ki, şeytan günaha salmaqla bizə hakim olur. Şeytan elə demir. Deyir, yox, mən İnsanı vəsvəsə eləmirəm günah eləsin. Yaxşı işlər görür, 1, 2, 3, 4, buraxıram, qoy görsün. Baxıram, ləzzət alıram, mənim üçün eləyir bu yaxşı işləri. Yaxşı işləri eləyir, ondan sonra özündən razı olur ki, bəh, mən filan əməlim, o mənimdir dayı. Yaxşı əməllə cəhənnəmə getdi bu. Bunu günaha salsaydın bu aylardı. Şeytan da taktikasını yaxşı bilir. 2 dənə institut qutarıb. İnsanşünasdır, başa düşür, anlayır. Doğrudan deyirəm, həqiqətən deyirəm, Quran şeytanı insanşünas kimi təqdim eləyir. Quran şeytanı əfsanəvi buynuzlu bir varlıq kimi təqdim eləmir. O nə varlıqdırsa mən bilmirəm, amma insanşünasdır, insanı tanıyır, kimlə necə davranmaq, onu yaxşı bilir. İnsanın zəifliyini bilir, deyir ki, burax qoy yaxşı işlər görsün, dəymə ona. Sən onu günaha salasan, o da ayılsın, getsin, desin, vay, qoy, qəşən yaxşı işlər mənim üçün görür, namazları mənim üçündür. Bir gün mən bunu tanıyıram da, bu nə yuvan quşudur, bu bir gün, 5 gün sonra başlayacaq özündən razı olmağa. Elə ki, dedi, bəh, mən filan, bunu demir o yaxı çoxumuz. Onu bəzən belə qiyafədə gizlədir, bəh, dildə gəlib demirik. Bəzən o təvazökar qiyafənin arxasında, amma onu danışdır. Peşmansan ona belə deyir, demişəm bunu Ramazan ayında deyir, mən günahkar. İndi peşmansan bu günahkara bir dənə səhvini deyəsən. Belə deyir, mən günahkarı dua eləm, mən heç, mən bədbəxt, mən filan. Amma deyəsən ki, qardaş, filan yerdə səhv elədim, basıb gözünü çıxardır. Bu günahkar içində elə bilir məsumdur, dildə özünü günahkar kimi təqdim eləyir. Üzdə özünü günahkar kimi təqdim eləyir. Və təvazökarlığın əlamətlərindən biri budur ki, insan duada, namazdan sonra, ibadətdən sonra qəbulunu istəsin.
Həcdə olanlar bilir, Allah qismət eləsin hamıya. Həcc ziyarətinə gedirsən, 7 dəfə səy eləyirsən. 2 dağın arasında böyük bir ibadətidir həccin. Yəni ən ağır ibadət sayıla bilər də. Məsələn, 2 dağın arasında xeyli gedirsən, gəlirsən, ayağın sınır. Axırda deyir, təksir elə. Təksir nədir? Dırnağından, saçından kəs. Mənası nədir? Yəni ki, təksir elə bizim. Yəni mən təqsirkaram. Bu böyük bir iş deyil. Bütün həccin əməlləri bitir, ümrənin əməlləri. Axır təksir elə. Təksirlə yəni mən acizəm, mən heç nə, elədiyim bir şey deyil. Əməldən sonra təvazökarcasına Allahın qapısına gedəsən, gərək xahiş eləyəsən ki, ilahi bu əməli məndən qəbul elə. Bu özü gözəldir, şirinliyi var bunun. Bu Allah bəndə münasibətlərinin ruhuna uyğundur, bu davranış tərzi.